Müqəddəs Ramazan ayımız artıq başlayıb. Həmişə olduğu kimi dəyərli izləyicilərimizdən və pasientlərimizdən çoxsaylı suallar gəlir. Necə qidalanaq ki, mədə-bağırsaq şikayətlərimiz olmadan rahat orucumuzu tutaq? İlk növbədə imsaksız oruc tutmayın. İmsak zamanı bol su, tərəvəz və protein balansına diqqət edin. Zülal və tərəvəz tərkibli qidalardan istifadə insülin şəkər balansını qoruduğu üçün gün ərzində doyumluluğunuzu artıracaq və özünüzü gümrah hiss etmənizə səbəb olacaq. Həm imsakda, həm də iftarda şəkərli qidalardan, un məmulatlarından və qazlı içkilərdən uzaq durun. Oruc tutarkən hərəkətsiz qalmayın. Hərəkətsizlik qidanın mədə-bağırsaq sistemində ləngiməsinə və qəbizliyə səbəb olur. İftarımızı mütləq şəkildə su və sulu yeməklərlə başlamaq, 1-2 saat ərzində qida qəbulunu yavaş şəkildə davam etdirmək lazımdır. Allah oruclarınızı və bütün dualarınızı qəbul etsin.